Hər vaxtınız xeyir əziz dördüncülər, videonu izləyən valideynlər və müəllimlər, hər birinizi xoş gördüm. Bugünkü mövzumuz onluq kəsirlər mövzusudur. Gəlin birlikdə onluq kəsirlərin nə olduğunu öyrənək. Daha sonra isə çalışmalar və testlər üzərində daha da möhkəm şəkildə öyrənmiş olaq. Nədir onluq kəsirlər? Onluq kəsir məxrəci 10, 100, 1000 və s. olan kəsirlərin vergüllə yazılış formasıdır. Məsələn, tutaq ki, mən bura yazıram 10-da burada yazmayayım, biraz irəlidə yazım. Aha, mən tutaq ki, burada yazıram. Bir saniyə qələmimi düzəldim. Aha, yazıram bura 10-da 5. Tutaq ki, mən bunu vergüllə necə ayıraram? 10-da, yəni 0 tamı yoxdur qarşısında. 0 tam 10-da 5. Bu formada yazmış olaram. Və yaxud da mən bura yazıram. Tutaq ki, 100-də 13 bərabərdir. 0, yəni tamı yoxdur burada. 0 tam %13. Bu formada yazmış oluruq. Burada vergül tam hissə ilə kəsir hissəni ayırır. Quruluşu necə olur? Məsələn, baxın, burada yazıram. Tutaq ki, 6 tam 10-da 3 bərabərdir. Quruluşu necədir? Baxın, 6 burada tam hissədir. 6 tam vergüllə ayırdım. 10-da 1-lər burada 3'dür. 10'da 1'lər 3'dür. Bax, görürsünüz? Heç nə, 10'da 1'lər burada 3'dür. Və yaxud da bura yazıram 7 tam %18 bərabərdir. 7 tam vergüllə ayırıram. Deməli, %1 burada neçədir? %1. Deməli, burada olacaq 1. Daha doğrusu 10'da 1 olacaq 1, %1 isə burada olacaq 8. Bu formada olur. Belə deyək də, onluq kəsiri onluq kəsirə çevirmək, onluq kəsiri kəsrə çevirmək üçün indi növbəti izahlarda da görərsiniz. Bir-bir çevirib baxarıq çalışmalar üzərində. Deməli, ilkdə bizə deyir ki, üzr istəyirəm. Çünki bugün dalbadal çoxlu izah çəkmişəm. Ona görə səhv sözlər desəm, cümlələri səhv qursam, üzrlü sayın məni. Birinci tapşırığa baxırıq. Onluq kəsir haqqında verilmiş fikirlərdən hansı yanlışdır? Yanlış olanı bizdən istəyir. Ona görə də məxrəci 10, 100, 1000 və s. olan kəsiri onluq kəsirin şəklində yazmaq olar. Bu düzdür. Onluq kəsirlər yalnız tam hissədən ibarət olur. Xeyr, kəsir və tam hissədən ibarət olur. Yanlış olan B variantıdır. Daha doğrusu 2-də deyir ki, bizim cavabımız B variantıdır. Hansı onluq kəsirin 10'da 1'lər mərtəbəsindəki rəqəmi 5'dir? Yəni ilk rəqəmi, vergüldən sonra ilk rəqəmi 5'dir. İlk rəqəmi 5 olan D variantıdır. 3-də deyir 8 tam %1 kəsirinin rəqəmlərlə ifadəsi 8 tam %1. Nə formada olacaq? 8 tam %1. Baxın uşaqlar, əgər surətində məxrəcdə 100 varsa, surətdə bir rəqəm varsa, həmin rəqəmin qarşısına 0 atırıq. Bu da bizə C variantında verilmişdir. Daha sonra baxırıq. Hansı cərgədə bərabər kəsirlər verilib? Bərabər kəsirlər verilibsə, deməli, nə formada bunu işləyirik? Məsələn, 3 tam 10'da 5 bərabərdir 3 tam %50'yə və yaxud tam tərsi 7 tam tutaq ki 50 bərabərdir 7 tam 10'da 5'ə. Baxaq görə 7 tam 10'da 2, 7 tam %2, 7 tam %20 bu bərabər deyil. 12 tam %12, 12 tam %2 bu heç bərabər deyil. 3 tam 10'da 5, 3 tam %50, 3 tam 1000'də 500, bəli, cavabımız C variantı olmuş olacaq. 5'də deyir ki, 5'də bizə deyir ki, 7 tam 10'da 8 qarşı ədədinə bərabər onluq kəsir hansıdır? 10'da 8 deyirsə, təbii ki, A variantı olmuş olacaq. 6'da deyir, hansı kəsir 14 tam %75 kəsirinə bərabər deyil? Deməli, bərabər olan A variantıdır. Bərabər olan 1000'də 750 bərabərdir. Və baxırıq, görürük burada digəri də bərabərdir ixtisar eləyəndə. Amma
14,5 bərabərdir. 7-də deyir, hansı səbətdəki almanın kütləsi 4,3 kiloqrama bərabərdir. Deməli, uşaqlar, biz burada görürük, yuxarıdan da gördüyümüz kimi, deməli, B variantı olacaq. 8-də deyir, hansı xanaya 7 yazsaq, 3,7 kəsinə bərabər kəsir aları. Təbii ki də burada 7 yazsaq, 7 yazsaq, bərabər kəsirini almış olarıq. Daha sonra baxırıq 9-cu tapşırığa. 9-da deyir, ədədlərin onlu kəsrə çevrilməsi hansı bənddə doğru verilib? 1,4 doğru verilib deyirsə, bu yanlışdır. 2,8 düzgündür. 0-dan %62 0 olmamalıdır. Elə kəsir şəklində %62 düzgün bu formada olmuş olacaq. 1,5-də 1, 1,5-də 1 bu yanlışdır. Cavab olacaq B variantı. 10-da deyir ki, yanlış bəndi seçin. 10,40 ilə A variantı yanlışdır. Çalışmaya baxaq. İlk çalışmada bizə deyir ki, ilk çalışmada deyir ki, sözlərlə verilmiş onlu kəsirləri rəqəmlə yazın. 0 tam, rəqəmlə yazsaq, 0,7. 3 tam, 9. 1,4. 0,3. 0,3. 7,1. 5,6. Bu formada olmuş olacaq. Verilmiş adi kəsirləri onlu kəsir şəklində yazaq. Yaxşı. 0 tam, burada tamı yoxdur. 8. 3,1. 2,9. 4,3. 0,5. 3,7. Məxrəci yazmırıq uşaqlar bu arada. Oxuduğumuzun sürətini yazırıq. 5,3, 2,6 bu formada olmuş olur. Deməli, uşaqlar, modellərə uyğun onlu kəsirləri yazın. Həmin kəsirlərin təklik, onda birlər və yüzdə birlər mərtəbəsini qeyd edin. Yaxşı. Biz bilirik ki, bu nədir? Yüzlük kvadratdır. Deməli, yüzlük kvadratın baxırıq, onda neçəsi? 8 dənəsi. Deməli, 0 tam, tamı yoxdur da, 0 tam, neçədir bu? Deməli, 0,15 dənəsi, üzrlü sayı. 15 dənəsi işarələnib. Daha sonra B-də tam yoxdur, yenə də 0 tam. 1, 2, 3 dənə onluq var, 36. %36. Burada 2 dənə tam var, görürsünüz, 2 dənə tam var. 2 dənə tam, neçəsi? 10 dənədən 4 dənəsi. 2,4. Daha sonra burada da 1 tam var. 10 dənədən 8 dənəsi olmuş oldu. Mərtəbə cədvəlinə uyğun ədədləri yazın və oxuyun. Baxırıq, görürük. Baxırıq, görürük. Onluqlarda 1-dir, təklikdədir 3-dür. Yəni 13-dan %21. Daha sonra təklikdə 2-dir. Təklikdə 2-dirsə, deməli 2 tam. Onda birlərdə heç nə yoxdur. Yüzdə birlərdə 3 var. 2 tam, %3. Təklikdə 1-dir, yəni 1 tam. Onda birlərdə 1-dir, yüzdə birlərdə 4-də. 1 tam, %14. Təkliklərdə heç nə yoxdur, yəni 0 tam, %32 bu formada olmuş olacaq. Növbətiyə baxırıq. 5-də isə deyir ki, verilmiş onlu kəsirlərə bərabər onlu kəsirləri yazın. Təbii ki də dedim ki, 0 artırırıq. 0 tam %20, 32 tam %50, 1 tam 9, 0 tam, deməli, burada olacaq 0 tam, 1000-də 80, 2 tam 5, 5 tam 2, 4 tam %30 bu formada olmuş olacaq. Növbəti kəsirlərə, daha doğrusu məsələlərə baxırıq. Kərim 3,7 manat. Sevdə 3 tam %7 manat. Leyla 5 tam 9 manat. Adil isə 5 tam %90 manat pul xərclədir. Uşaqların pullarını onluq kəsirlərlə ifadə edilmək, kimlərin bərabər miqdarda pul xərclədiklərini tapın. Buradan yazırıq aşağıdan. 3 tam 7. 3 tam %7. 5 tam 9 və 5 tam %90. Görək hansı uşaq nə istəyir, bərabər miqdarda pul xərcləmişdir, soruşur bizdən. Deməli, baxırıq, görürük. 5 tam
onda 9 deməli Leyla və 5,90 bu kimdir? Adil. Deməli Adil ilə Leyla bərabər miqdarda, yəni 5 manat 90 qəpik pul xərcləmişdir. Baxırıq 7-yə. 7-də deyir onlu kəsrləri adi kəsr şəklində yazın. Yaxşı. 12 tam onda 5. 0 tam %84. Daha sonra C-də 9 tam %2. 1 tam necə yazım ki, yerləşdirim. 1 tam %76. E-də isə 0 tam 0 tamı mən niyə yazdım bilmirəm. 0 tam %95. 2 tam onda 1. Daha sonra G-yə baxırıq. 0 tam %5. 1 tam onda 7. İ-də isə 4 tam onda 3 olmuş olacaq. Daha sonra baxırıq 8-ə. 8-də bizə deyir ki, deməli 8-də bizə deyir ki, verilmiş onlu kəsr sözlərlə yazın. Mən şifahi olaraq deyəcəm, siz istəsəniz yazarsınız. 0 tam %85. 0 tam 1000-də 345. 2 tam %48. 0 tam %62. 9 tam %73. 7 tam onda 9. 6 tam onda 7. 7 tam %78. 6 tam %85. 9-da isə bizə deyir ki, mən biraz bunu... Aha. Hərflərlə işarə olunmuş nöqtələrə uyğun adi və onlu kəsrləri yazın. Deməli, 5 tam, daha doğrusu A-dan başlayaq. Hərf sırası ilə gedir. A-dan. 5 dənə tam var. Görürük ki, 5 dənə tam var. Mən istəyirəm bunu yuxarıdan yazım. Hamısını yerləşdirim. A. A bərabərdir. Deməli, 5 dənə tam var. Neçə dənədən? 10 dənədən 9-u. Onda 9. Bu da bərabərdir. 5 tam, onda 9. B-yə baxırıq. B deməli, bir dənə tam var, onda 3. Bu da bərabərdir. 1 tam, onda 3-ə. C-yə baxırıq. 2 dənə tamı var C-nin. C bərabərdir. 2 dənə tamı var, 10 dənədən 8 dənəsi. Bu da bərabərdir. 2 tam, onda 8-ə. C-dən sonra D. D-yə baxırıq. D bərabərdir. 4 dənədən, 4 dənə tam var, 10 dənədən neçəsidir? 1, 2, 3, 4, 5. Daha doğrusu 4. Bu da bərabərdir. 4 tam onda 4. D-dən sonra gəlir M. M bərabərdir. M 5 dənə tam var. 10 dənədən 2 dənəsi. Bu da bərabərdir. 5 tam onda 2. Bir də N var. Bu da bərabərdir. N-da da 2 dənə tam var. Onda 1-i. Bu da bərabərdir. 2 tam onda 1. Bu formada olmuş olacaq. 10-cu və sonuncu tapşırığa baxırıq. Onlu kəsrləri adi kəsrlərə çevirin. Mümkün olduğu halda ixtisar edin. Yaxşı. Yuxarıdan yenə də yazıram. Deməli, 0 tam %5. %5. Baxaq, ixtisar olunurmu? Bəli, olunur. 5-in özünə ixtisar eləsək, 25-də, daha doğrusu 20-də 1. Daha sonra baxırıq 0-dan %42, %42. İxtisar eləsək 2-yə 50, 2-yə ixtisar eləsək 21. Daha sonra 0-dan %19, %19 ixtisar olmuş. Digərinə baxırıq. 0-dan %6, %6-nı ixtisar eləsək 2-yə 3 dənə, 2-yə 25. Daha doğrusu 25 niyə? 50. Digəri də %75-dir. %75. Baxaq görək ixtisar olunurmu? Deməli, 4-ü ixtisar eləsək, yox, 4-ü ixtisar eləməyək. Deməli, neçə ixtisar eləsək? 25-i ixtisar eləsək 3 dəfə, 25-i ixtisar eləsək 4 dəfə düşmüş olacaq. Qaldı uşaqlar F, G, H, I, J çalışmaları. Onu da siz şərh bölməsində yazıb cavabları mənə yaza bilərsiniz. Bu arada WhatsApp
ödənişsiz WhatsApp qrupumuza qoşulmaq üçün videonun alt mətnində WhatsApp qrupunu əlavə edəcəm. Bugünlük bu qədər. Hələlik.